Salam dostlar, Güvən Nəşriyyatı fizika test toplusundan mərkəzi qaçma təcili mövzusunun A bəndinin suallarına baxaq. Birinci sual belədir. Deyir ki, çevrə üzrə bərabər sürətli hərəkətdə mərkəzi qaçma təcili hansı ifadə ilə təyin olunur? Çevrə üzrə bərabər sürətli hərəkətdə mərkəzi qaçma təcilinin ifadələrindən biri belədir. 4 pi kvadratı n kvadratı vurulsun r. Beləliklə, doğru cavab olar E bəndi. Deməli, birinci sualda doğru cavab E bəndidir. İkinci suala baxaq. İkinci sualda deyilir ki, çevrə üzrə bərabər sürətli hərəkətdə mərkəzi qaçma təcili hansı ifadə ilə təyin olunur? Yenə AN bərabərdir. Omega kvadratı vur R yazsaq, doğru cavabın A bəndi olduğunu görərik. Üçüncü sualda deyilir ki, çevrə üzrə bərabər sürətli hərəkətdə mərkəzi qaçma təcili hansı ifadə ilə müəyyən olunur? AN bərabərdir. Omega vurulsun V ilə. Yəni, doğru cavab olar D bəndi. Dördüncü suala baxaq. Çevrə üzrə bərabər sürətli hərəkət edən cismin sürəti və təcili K nöqtəsində hansı istiqamətdə yönəlir? Biz bilirik ki, çevrə üzrə bərabər sürətli hərəkətdə sürət vektoru çevrəyə istənilən bir nöqtədə, yəni istənilən bir çevrənin üzərində götürmüş istənilən bir nöqtədə sürət vektoru çevrəyə toxunan istiqamətdə yönəlir. Təcil vektoru isə çevrənin mərkəzinə doğru yönəlir. İndi şəkilə diqqət etirsək görərik ki, burada deməli cisim saat əqrəbinin hərəkəti istiqamətində çevrə üzrə hərəkət edir. Bu halda sürət istiqaməti olaraq 2 yox, 1 götürülməlidir. Deməli, sürətin istiqaməti olsa 1, B bəndi yanlışdır, C bəndi yanlışdır, D bəndi yanlışdır. Təcil isə çevrənin mərkəzinə doğru yönəldiyi üçün A bəndi də yanlış olur və doğru cavab olar E bəndi. 5-ci suala baxaq. Çevrə üzrə bərabər sürətli hərəkət edən cismin sürət vektoru və təcil vektoru K nöqtəsində hansı istiqamətdə yönəlir? Baxırıq ki, cisim bu dəfə saat əqrəbinin hərəkətinin əks istiqamətində çevrə üzrə hərəkət edir. Onda deyərik ki, sürət vektoru çevrəyə toxunan olur, amma burada 1 istiqamətində ola bilməz. Nə də ki 3, nə də ki 4 ola bilər. Deməli, doğru cavab burada, daha doğrusu yanlış cavablar A bəndidir, B bəndidir və E bəndidir. Onda doğru cavablar ya C, doğru cavab ya C ya da D bəndi olmalıdır. Təcil isə çevrənin mərkəzinə doğru yönəldiyi üçün təcil də 4 istiqamətində ola bilməz. Ona görə doğru cavab C bəndi olar. 6-cı suala baxaq. Sürət və təcil vektorlarının təsvir edilmiş vəziyyəti sabit periyodla fırlanan diskin hansı nöqtəsinə uyğundur? Baxırıq ki, cisim saat əqrəbinin hərəkəti istiqamətində çevrə boyunca hərəkət edir. Onda bu nöqtələrdə, verilmiş nöqtələrdə sürət və təcil vektorlarını çəkək. B nöqtəsində sürət vektoru sağa, təcil vektoru isə mərkəzə doğru yönəlir. Yəni, bu şəkilə uyğun deyil. C nöqtəsində sürət aşağı, təcil isə çevrənin mərkəzinə doğru yönəlir. Yəni, uyğun gəlmir. D nöqtəsində sürət sola, təcil isə yenə çevrənin mərkəzinə doğru yönəlir. A nöqtəsində təcil çevrənin mərkəzinə, sürət isə toxunan istiqamətdə yuxarı doğru yönəlir. Onda doğru cavab olur A nöqtəsi, yəni A bəndi. 7-ci suala baxaq. Velosipedçi yolun AB və BC hissələrində bərabər sürətli, CD hissəsində isə bərabər yavaşlayan hərəkət edir. Yolun hansı hissəsində velosipedçi təcillə hərəkət etmişdir? Biz diqqət etirsək görərik ki, şərtdə deyilir ki, CD hissəsində bərabər yavaşlayan hərəkət edir. Bərabər yavaşlayan hərəkət, bərabər təcilli hərəkətin növü olduğu üçün deyirik ki, bəli, CD hissəsi bərabər təcilli hərəkətə, ümumiyyətlə təcilli hərəkətə uyğundur. Deməli, doğru cavab ya E bəndi olmalıdır, ya da C bəndi olmalıdır. İndi diqqət etirsək görərik ki, şərtin birinci hissəsində deyilir ki, velosipedçi yolun AB və BC hissələrində bərabər sürətlə hərəkət edir. Şəkilə diqqət etirsək görərik ki, AB hissəsi düz xətdir, yəni trayektoriya AB hissəsində düz xətdir. Ona görə düz xətli hərəkətdə, bu AB hissəsindəki hərəkət olur, düz xətli bərabər sürətli hərəkət və bu hissədə təcil 0-a bərabərdir. Yəni, AB hissəsində cismin hərəkət təcili 0-dır. Amma BC hissəsində hərəkət trayektoriyası əyri xətli hərəkət olduğu üçün sürət həm ədədi qiyməti və həm də istiqaməti ilə müəyyən olunan bir kəmiyyətdir. Yəni, vektorial kəmiyyətdir. İndi BC hissəsində sürət
Bərabər sürətli deyirsə, sürətin ədədi qiyməti sabit qalır. İstiqaməti isə hər an dəyişir. İstiqamət dəyişdiyi üçün avtomatik təcil yaranmalıdır. Deməli, BC və CD hissələrində cisim təcillə hərəkət edər. Yəni, doğru cavab olar E bəndi. 8-ci suala baxaq. 8-ci sualda deyilir ki, radiusu 4 metr olan, çevrə üzrə 2 metr bölək saniyə sürətlə hərəkət edən cismin mərkəzi qaçma təcilini hesablayın. Biz bilirik ki, düstur A bərabərdir V kvadratı bölünsün R-dir. Buradan A bərabərdir. V-nin qiyməti 2-dir. 2-nin kvadratı bölünsün 4. Biz alırıq 1 metr bölünsün saniyənin kvadratı. Yəni, doğru cavab olmalıdır. C bəndi. 9-cu suala baxaq. 9-cu sualda deyilir ki, çevrə üzrə bərabər sürətlə hərəkət edən maddi nöqtənin xətti sürəti V bərabərdir 12 metr bölünsün saniyə. Mərkəzə qaçma təcili isə A bərabərdir 3 metr bölünsün saniyənin kvadratıdır. Çevrənin radiusunu hesablayın. R bərabərdir sual. Dərhal yazırıq. A bərabərdir V kvadratı bölünsün R. Buradan R tapdıqda V kvadratı bölünsün A alarıq. Beləliklə R bərabərdir. V-nin qiyməti 12. 12-nin kvadratı bölünsün 3. 12-nin kvadratı edər 144. 3-ə isə böldükdə alarıq 48. Deməli, çevrənin radiusu 48 metrə bərabərdir. 10-cu suala baxaq. 10-cu sualda deyilir ki, cisim radiusu 50 metr olan çevrə üzrə bərabər sürətlə hərəkət edir. Mərkəzi qaçma təcilinin qiyməti A bərabərdir 2 metr bölünsün saniyə kvadratıdır. Cismin xətti sürətini hesablayın. V bərabərdir sual. Deməli, mərkəzi qaçma təcili düsturu A bərabərdir V kvadratı bölünsün R. Buradan V-ni tapsam, V bərabərdir kök altında AR. Buradan da V bərabərdir kökün altında A-nın qiyməti 2, R-in qiyməti isə 50. 2 dəfə 50, 100. 100-dən isə kök 10 çıxar. Deməli, xətti sürət 10 metr bölünsün saniyə olar. Yəni, C bəndi. 11-ci suala baxaq. 11-ci sualda deyilir ki, radiusu 8 metr olan, yəni R bərabərdir 8 metr, çevrə üzrə bərabər sürətlə hərəkət edən maddi nöqtənin dövr etmə periodu, yəni böyük T 4 saniyə olarsa, onun mərkəzi qaçma təcilini hesablayın. A bərabərdir sual. Biz bilirik ki, mərkəzi qaçma təcilinin perioddan olan ifadəsi A bərabərdir 4 pi kvadratı R vurulsun R, bağışlayın, bölünsün T kvadratıdır. Burada mən A-nı tapsam, A bərabər 4 vurulsun pi kvadratının yerinə 10'u yazmalıyıq. Şərtdə belə deyir. R-in qiyməti 8, T-nin qiyməti isə 4'dür. 4'ün də kvadratı yazmış olarıq. Deməli, 4 ilə məxrəcdəki 4'ün biri ixtisar gedər. Belə A bərabərdir 8-dən də 4'ü ixtisar apardıqda sürətdə 2 qalar. 10 dəfə 2, 20 edər. Deməli, təcil 20 metr bölünsün saniyə kvadratı olar ki, doğru cavab da E bəndi olar. Sonra 12-ci suala baxaq. 12-ci sualda deyilir ki, cisim radiusu 8 metr olan çevrə üzrə bərabər sürətlə hərəkət edir. Mərkəzə qaçma təcilinin qiyməti 2 metr bölünsün saniyə kvadratı olarsa, bucaq sürətini, yəni omeqanı hesablayaq. Cavabı radian bölək saniyə ilə ifadə etməliyik. Beləliklə, A bərabərdir, düstur omeqa kvadratı vuraq R-dir. Buradan omeqa tapılsa, omeqa bərabərdir kök altda A bölünsün R alarıq. Buradan da omeqa bərabərdir kökün altda A-nın qiyməti 2, R-in qiyməti isə 8-dir. Beləliklə, omega bərabərdir. Kök altındakı 8-də 2 ixtisar getsə, kök altda 4'də 1 edər. 4'də 1-dən də kök 2'də 1 çıxar. Deməli, 2'də 1 radian bölək saniyə. 2'də 1 isə bizdə 0,5 deməkdir. Deməli, 0,5 radian bölək saniyə almış olarıq. 14-cü suala baxaq. Ardıc, bağışlayın, 12 idi. 13-cü suala baxaq. 13-cü sualda deyilir ki, çevrə üzrə bərabər sürətli hərəkət edən maddi nöqtənin xətti sürəti V bərabərdir 12 metr bölünsün saniyə. Mərkəzi qaçma təcili isə A bərabərdir 3 metr bölünsün saniyə kvadratıdır. Çevrənin radiusunu metr ilə hesablayın. Yəni R bərabərdir sual. Deməli, A bərabərdir V kvadratı bölünsün R-dir. Buradan R-i tapdıqda V kvadratını biz A-ya bölməliyik. Buradan R bərabərdir. V-nin qiyməti 12'dir. Kvadratı 144 edər. 3'ə də bölərik. Beləliklə, R bərabərdir 48 metr almış olarıq. 14-cü suala baxaq və test A-nın axırıncı sualdır həm də bu. Sual, deməli, sualda deyilir ki, açar sözlərdən müəyyən ardıcıllıqla istifadə edərək mətni tamamlayın. Açar sözlərimiz dövr etmə periodu, mərkəzə qaçma təcili, xətti sürətin ədədi qiyməti, deməli, dövr etmə tezliyi, xətti sürət, radius boyunca çevrənin mərkəzinə. Bunlar bizim açar sözlərimizdir. Baxaq görək nə deyir. Çevrə üzrə hərəkətdə
hərəkətdə xətti sürət trayektoriyanın hər bir nöqtəsində çevrəyə toxunan istiqamətdə yönəlir. Deməli, birinciyə getdi 5. Çevrə üzrə bərabər sürətli hərəkətdə xətti sürətin ədədi qiyməti sabit qalır. İstiqaməti isə daim dəyişir. Xətti sürət, burada bu hissəsi hərəkətdir sözü artıqdır. Xətti sürətin istiqamətinin dəyişmə yiyinliyi mərkəzə qaçma təcili ilə xarakterizə olunur. Təcil vektoru çevrənin mərkəzinə doğru yönəlir, yəni 6. Verilmiş radiusu çevrə üzrə hərəkətdə xətti sürət dövrətmə deməli, burada baxın, görək nə var? Dövrətmə tezliyi ilə düz mütənasib, dövrətmə periodu ilə isə tərs mütənasibdir. Beləliklə, biz bu ardıcıllığı bu şəkildə düzdük. Deməli, 5, 3, 2, 6, 4 və 1. Beləliklə, biz test A-nın suallarına baxdıq. Ümid edirəm ki, hər hansı bir səhvə yol verməmişik. Əgər hər hansı bir səhvlə və ya başa düşülməyən bir nöqtə ilə rastlaşsanız, videonun şərh bölməsində qeyd edə bilərsiniz. Sağ olun, diqqətiniz üçün təşəkkürlər.